dostumuz burada oturmuştu, Pünhan. İlk dəfə efirlərə səylə çıxıb, ən gözəl məclislərə sən onu aparmısan, dəstək durmuşsan. İndi kişisən də, əlivin duzu yoxdur, indi bunu başa düşdük. O günləri çox pis oldum və mən gördüm ki, sənin yaşın ona gətirdi ki, sən danışığından hiss edirdim ki, o nəyə pis oldu? O deyir, hayf mənim əziyyətimdən. Yəni, səncə niyə belə oldu? Ümumiyyətcə, çalışmışam hamıya, əlimdən nə gəlirsə edeyim, amma Pünhan üçün çox əziyyət çəkmişəm. Pünhanın nəinki sənətlə bağlı, sənətdən kara qara işlər olub, onlara da əziyyət çəkmişəm. Yəni, problem olub, nə bilim, çox atası xəstə olub, həftələrlə gedib bir yerdə banisədə yanına dəymişəm. Yəni, sənətdən kənarda çox da çox istəmirəm də efirdir. Mən amma deyəcəyəm, mən bilirəm ki, bir xanım müğənni ilə Pünhanın bir problemi var idi. Və tacinin ad günündə o xanımın yanında elə insanlar gəlmişdi ki, orada Pünhanın başına bir iş gələcəkdi. Nə mənadır? Dava düşəcəkdi. İndi cavan oğlan da ona bir şillə də vursalar, yayılsa bu yaxşı idi. Mənə maraqlıdır ki, sən orada o məclisdən qabaq təyin elədin ki, o adamlar kimdir, oraya zəng vurdun. Cavan oğlanlar da onlara xahiş elədin ki, mən axsaqqalam, xahiş edim, anaf durub başqa nə eləyə bilər ki? Bax, ondan sonra çıxıb necə də demək olar ki, belə, yəni. Mən demirəm, Əflatun müəllimə böyük hörmətim var. Yəni, sənin pis vaxtında bilirdi ki, orada bir dənə adama nito bir hərəkət video çəkilsəydi, viral olacaqdı. Bundan sonra deyirsən, eləməyəcəyəm heç nə. Deyirəm, amma mümkündür, gən edirəm, mümkündür. Amma bilirsən, çörəyin duzu olmaz. Bir Pünhan da öyle. Pünhandır, Pünhanımız var da yola veririk. Pünhanda olsa bilirsən, nə istəyir edir. Ancaq çox belə şey olmaz. Məsələn, mənə nə vaxtsa bir 10 il, 20 il bundan qabaq mənə kimsə bir stəkan su veribsə də su. Onu mən hər görəndə deyirəm ki, Allah onu balasa, o vaxtı bizim, mən ona o qədər dəyər verirəm. Mən onunla yaşayıram. Adam var. Mən açıq danışacağım səni. Buyur. Sevgimə salamlayıram buradan, gözəl müğənnidir, cavan müğənnidir. Sən aşağısı sevgimlə toylara düşürsənmi? Yox. Sənin sevgimdən bir asacağın varmı? Qəti. Niyə Pünhana görə sən sevgimə və onun ətrafındakilərə ağızlaşmalıydın ki? Və niyə? Və niyə də sual verirsən, ay kişi? Yusuf Mustafayevlə toya gidən adamdır. Amma sən bilərək ki, bunun Pünhanla böyük bir problemi var. Hətta bu problem gelib polisə çıxmışdı. Sən özünü niyə atdın ki, yanına? Ki, mənə Pünhan öz zəng elədi. Mənə öz zəng elədi ki, bəs mən gəlirəm orada bəs belə dedim, narahat olma, gəl bəri, yəqin ki, məni işlərlər. Sağ olsun, onlar da ki, elə bir kəlməyə, hamısı dedi, sən ağsaqqalsan, böyüyümüzsən. Yəni, bu efir söhbət öyle, Tolipolun yanında... Burada cinayət yoxdur, bu efir söhbətdir, baxın. Bu günləri hamıya aid edirəm bunu. Bu kişilər ömürlərini bu sənətə qoyublar ona görə ki, birincisi olan kişiliklərə bir xərər gəlməsin. Söhbət buradakı 3 kişidən gedir. Bizim ekran qarşısında oturan milyonlarla ləyaqətli, qiriyyətli kişilərimiz var, ondan gedir. Bu kişilər həmişə kiçiyə görə gedib kiməsə ağız açıblar. Amma hər şeyi dəyərləndirmək lazımdır. Bilirsiniz, bu günləri biz efir xatirinə, reklam xatirinə çıxıb nəsə demək istiyoruz da ki, əmimsən, dayımsən, biz topuğa, daldan atılan daş topuğa deyil. Dostumuz burada oturmuşdu.